İşte, salam dostlar. Bir de bir uşaq yorumlarda yazmış ki, arka atma videosu indicə gördüm elə. Öbür videonu paylaşmış gələcəm. Hə, dostlar, birinci addım başa salacağım. Kiməsə birisinə arka atmaq istəyirsinizsə, birinci bu yuxarıda görürsünüz məktub işarəsinin böyründə iki işarə, iki nəfər işarəsi. Ona bastınızmı? Bu sonra adam yanında plus işarəsi var. Ona da basırsınız. Gəlin indi burada insanlar var. Buradan büyütüc işarəsinə basın və hər hansısa bir insan deyil, onun idisi tapsın. Məsələn, mənim aşağıdakı idim budur. Kim istəyir atmaq istəyirsə girsin baxsın və buradan ya adın ya da uydisini atırsınız. Amma məncə adı lazım deyil, çünki o addan çox ola bilər, hər adamda çıxa bilər, onu tapa bilməzsiniz. Ən yaxşısı uydini tapırsınız və burada yazırsınız. Sonra axtarışa verirsiniz. İndi mən gözdə öz uydimi yazım. Görünür başqa. Belə elədiniz. Məsəl üçün indi öz-özümü çıxdım. Buradan arkada şəkli var. Ona basırsınız, sonra bir şey gələcək. Onda da onaylaya basırsınız və dostunuz oyunda olur. Əgər oyunda olub olmadığını da bilmək istəyirsinizsə, həmən iki adam işarəsinə basırsınız və burada yuxarıda öyrədibdir. Yaşıl dairədə online, yəni oyundadır. Qırmızı dairədə maçdadır. Bozuntul dairədə də çevrim dışıdır, yəni oyunda deyil. Buradan da maç atmaq istəyəndə maça basırsınız. Oradan da K yoxsa TT oyunudur. Yəni karşı atak yoxsa tek. Oradan da hansını istəyirsinizsə ona basırsınız və istek atdınız. O da hazır verirsiniz və oyuna girirsiniz. Sağ olun, like atın bu videoda, yorum yazın, polunu. Özünüzə yaxşı baxın.